Dadı ilə hər kəsi məst eləyən partlama şirniyyatını bu günlərə hazırladım. Bəzi bölgələrdə partlama, bəzi bölgələrdə isə şirin çörək deyilir. Bizdə isə partlama deyilir. Gəlin hazırlanma qaydasına keçək. Bir ədəd yumurtanın ağını 1 stəkan şəkər tozu ilə qarışdırırıq ağarana kimi. Sonra üzərinə 250 qram çörək yağı əlavə edib qarışdırırıq. Bir ədəd vanil əlavə edirik. 3 stəkan un əlavə edirik. Və xəmiri yaxşıca qarışdırırıq. Xəmir nə çox yumşaq olacaq, nə çox bərk olacaq. Xəmir hazır olduqdan sonra xəmiri yumrulayıb tavaya yerləşdirib üzərinə yumurtanın sarısını çay qaşığı ilə qoyuruq və 180 dərəcədə sobada pişməyə qoyuruq.